Deməli. Baxaq görək nə eləmişsən. Yazım çox pis. Yalan danışam. Okey, bax həll eləyərik. Deməli, bura bitib, düzdür, demək olar ki. Bəli. Burada Məncə 90 bal verir. bu şeydir də, 100-ə vurub üstünə 10-a vurub bir də toplamalıydın yəni bunları. Toplama şəklində yazmalıydın, o idisə. Ha. 9-a baxaq. 19 bərbad. 9-un hamısını vermişdim. Bəli. Mənim az hamısını yazıram, proqramda error verir deyə burada köçürdə bilmirəm. Burada köçürdən error verir. Bax, deyir təkdirsə, bax, problem, sən burada neçə dənə ədəd verilir? 2 dənə. Hanı 2 dənə? Bir dənə verilir, bax. Mənim 300. 300, 2 dənə ədəd deyil. Bu ayrı-ayrı nümunələrdir. Hə. Bu ayrıdır, Bir dənə bu ədəd. ayrıdır. Bax, burada da yazıb. Bir dənə sənə n ədədi verilir. Sən amma gör neçə dənə ədəd daxil eləmişsən proqrama. Yəni sən təkcə sinən eləməliydin. Bax, heç x, y-i sin eləmişsən, amma burada heç istifadə eləməmişsən, görsən. Sənə əsas nə lazımdır? N lazımdır. Yəni orada da proqramda görsən yazıb ki, bir dənə müsbət ədəd, n ədədi. Başqa sənə input ədəd vermir. Yəni sən bax bunları silsəydin, bax. Bax bunlar olmasaydı kodunda. Kodun düz idi. Gördün? Bəli. Aydın oldu da. Bəli. Okey, gedək baxaq Y sualına. Deyir sənə 4 rəqəmli ədəd verilir. Əgər bu 4 rəqəmli ədəd ancaq 2 dənə rəqəmdən ibarətdirsə, yəni hər rəqəmdən 2 dənə varsa, onda yes ver. Əks halda da no ver. Burada bax nə demək istəmirsən? Bu yazılış. Mənim bilmədim o necə yazsam, ona görə nə yazdım ki, AB göstərsin. Bax. Bax, bizdə deyir ki, 2 dənə rəqəmimiz olacaq da, düzdür? Biri olsun A, biri də olsun B. Ədəd təkcə AB şəklində olmaya da bilər. Çünki belə də ola bilər. Məsələn, AA, BB və yaxud da başqa necə ola bilər? BB, AA, BA, BA, məsələn. Başqa qaldı mı? Bir dənə bax. Məncə yox. A. ABBA. Ay sağ ol. BAB. Ha, o da qaldı. Niyə belə çox oldu? Yəni ədəd 2 dənə rəqəmdən ibarət olmağı belə fərqli nümunələrdən ola bilər. Biz sadəcə gəlib nə edəcəyik? Bax. Bax, bizə birinci 4 rəqəmli deyir də. De. Username space yazmam çıxmışdı. 2 dənə sağlama görə axtarıram, 2 dənə səhv yazmışam. Bax, bizdə 4 rəqəmlidir deyil. Gedirəm bunun bütün mərtəbələrini tapıram birinci.
Düzdür? Bunları tapdıq. İndi sadəcə gedib yoxlayacağıq ki, A B-yə bərabər olarsa və C də D-yə bərabər olarsa və bir də bunların B ilə C-nin bir-birinə bərabər olmama ehtimalını yoxlayacağıq. Bu oldu bizdə birinci hal. Yəni, bu nə deməkdir artıq? Mənim A ilə B bərabərdir, C ilə də D bir-birinə bərabərdir. Amma B ilə C-nin bir-birinə fərqliliyini yoxlayırıq. Çünki ola bilər ki, ədədimiz bu şəkildə olsun. 4, 4, 4, 4. Bu ikisini ödəyər. Amma biz bir dənə yoxlamalıyıq ki, bu ikisi bir-birinə bərabərdirmi? Tamam. İndi gedirik OR. Nəyin bərabərliyini yoxlayaq? Məsələn, deyək ki, A ilə B-nin. A ilə B-ni yoxladıq. A ilə D. A ilə D olsun. A D-yə bərabər olursa, C də C B-yə. bərabərdir B-yə. Və indi yazacağıq ki, məsələn, C də D-yə bərabər olması. Yəni, bunların ikisini ayırırıq da bu iki halı. Bax, bu da oldu bizim bir halımız. Görsən, bunları mötərizənin içində yazıram. Və burada ortada orlar olur. Yəni, elə bil ki, bu ya bu. Yəni, or ona görə yazırıq. İçindəkilər isə and olmalıdır ki, hamısı ödənsin. Sonra A ilə B-ni yoxladıq, A ilə D-ni yoxladıq, A ilə C-ni yoxlamadıq. A C-yə bərabər olarsa və B də D-yə bərabər olarsa. And nə bir-birinə bərabər olmarsa, C ilə B məsələn. C ilə B. Onu biraz belə eləyək. Hə. Sən görsən ekran rahat. Bəli. Okay. Or başqa nəsə qaldımı? A-nın B-yə yoxladıq, A-nın D-yə yoxladıq, A-nın C-yə yoxladıq. Başqa səncə? Mənim orada A-ya ay təkcə yazmamışıq. A bərabər olmasa C-yə, A bərabər olmasa. Yo, bax məsələn. Bu nümunəyə bax. Əgər B C-yə bərabər olmadısa, avtomatik olaraq A da C-yə bərabər olmayacaq. Avtomatik olaraq A da D-yə bərabər olmayacaq. Çünki zaten B həm də A deməkdir. C həm də D deməkdir. Tamam, bərabər olduğu üçün. Başqa hal qalmadı məncə. Səhv eləmirəmsə, hə, qalmadı. Okey, все. Onda bunu bir dənə bağlayırıq. Gedirik burada yazırıq ki, cout yes. Else-də də gedib yazırıq cout no. Cout no. Gedək submit eləyək. Görsən, yesin dırnağım bağlamamış. Okey, sonra gedək L-ə baxaq, görək L nədir, səhv eləmirsən. Mənim elə məsələ var ki, hələ çox qərəz gəldi, anlamadım. Bilmədim necə yazım. Bax, bunu üzə diqqət elə bax buna. Yenə 4 dənə ədəd daxil eləmisən, amma görsən də neçə ədəd var cəmi? Bir dənə ədəd var. 3 deyil o, 1 ədəddir. 3 rəqəmli ədəddir. Bax, buranı oxu həmişə. Bax, inputda görsən nə deyir? Bir dənə sənə 3 rəqəmli ədəd verirəm. Yəni, gedib bir dənə ədəd verirsə sənə 5-6 dənə ədəd heç vaxt daxil eləmə. Bəlkə də ideyasını düz tutmuşsan, amma elə elədiyin üçün səhv verə bilər sənə. Tamam? Okey. Deməli, bax, bizə birinci nə deyir? Bizə bir 3 rəqəmli ədəd verir. 3 rəqəmli ədədin rəqəmlərini tapırıq. Bizə deyir ki, rəqəmlərinin cəminin, yəni B plus C plus D-nin kök altını tap və onu 3 işarə dəqiqliyinə yuvarlaqlaşdır. Bax, əgər mən kök altını 3 işarə dəqiqliyinə yuvarlaqlaşdırıramsa, demək ki, bu double olmalıdır mütləq, düzdür?
Mən onda bir dənə double dəyişəni götürürəm. Məsələn, double x. Bunu bərabər edirəm square root cəmə. Artıq bu gedib cəmin kökaltısını tapacaq və double olacaq avtomatik olaraq. Yəni bu cəmin elə bir kökaltısını bərabər elədik double-a. Və gedirəm, birinci cout precision eləyirəm. 3 işarə dəqiqliyi ilə cout da verirəm fixed x. Vəsə. Məsələn, gedək yoxlayaq. 178 4.000. Hadi nə oldu? 100%. Tamam. Onda M-i bir dənə burada yoxla. Gör, bax, sual deyirəm. Deyir ki, sənə 4 dənə rəqəm verir. Bax, görsən, buranı da oxu. Bax, for real numbers. Yəni 4 dənə ədəd verir. Sənə deyir ki, 3 dənə cəm çıxışa ver. Birinci cəm ilk 2 ədədin cəmi olsun. Yəni, bax, bunların. İkinci cəm olsun ilk 3-ünün cəmi. Üçüncü çıxışa verdiyin cəm isə bunların hamısının cəmi olsun. Yəni, elə bil ki, buna A, B, C, D olaraq şərləsək, birinci A plus B-ni verirsən, sonra A plus C-ni verirsən, bir də A plus B plus C plus D-ni verirsən. Başa düşdüm müəllim. Yəni, yoxla. Yoxlaya, nəsə alınması həmin an denə, yaxşı. Müəllim, da bunu yazacaqdır, da bunu. Aha, çünki orada bax gör nə yazıbdı. Deyir ki, 4 dənə sənə real ədəd verilir. Həm də nümunələrə bax, nöqtələr. Real bilirsən də nədir? Riyaziyyatda da nə idi onun Azərbaycanca adı? Müəllim, kəsrlər. Hə, elə bir şey yəni. Müəllim, siyah operation anası yazılar yoxsa? Gör burada nə yazıb? 4.
Mənim ondan sonra nöqtəli vergül var idi da. Aha, aha. Hər bir sətr bitəndən sonra mütləq nöqtəli vergül var. Bugün yaza o çətin dediyin homework 9-u burada qutarasın. Hamısı da asan gələcəksən. Deməli, gələn dərsə homework 10-umuz olacaq. O ümumi təkrar yarışıdır. Və bu həftənin bazar günü də examen olacaq. Ona kimi İmtahan. nəzə olur. O necə olur? Elə bir ki, yenə bu yarış tipli bir yarış olacaq. Amma nisbətən daha az suallı, məsələn 6-7 suallı. Sənə deyəcəm, məsələn, bir dənə vaxt qoy, 2 saatlıq. 2 saat müddətində o sualları yazmağa çalışasan. Nə yazdın, yazdın? Mənim çox səhvimdir ki, Yox. Yəni ev Mənim tapşırığı sən- sevirsin. Ev mənim tapşırığı sələdiyi sevirsin. çox səhvimdir. Siz niyə mən belə görürsünüz? Amma elə deyil. Yox, exam asandır yəni. Yəni ev tapşırığı necə səviyyəsində olsa da elə olacaq, narahat olma. Mənim hamısını uzlar çəkək, biraz qorxdum. Hamısı homework 1-dən bu yana. Hansı exam Yəni yazırıqsa, elə bil ki, düşün ki, ümumidə homework 1-dən əvvəl. İndi hər elə bil məsələn də indi bazar günü yazacağıq. Sonra məsələn də təxminən 1 ay falan keçəcəyik. Sonra təzədən exam olacaq. Belə examlar eləmək olar hər ay olacaq. Mənim 0 bal. 0 bal, nə gözəl. Gəl baxaq görə niyə 0 bal. Hal olsun mənə. Aralarındakı boşluqları Mənim hamısı elə bir bir-birinin şey var baxındı, idi. çox yaxındılar axı. Boşluq deyəndə endline qoymalısan orada. Ona bax alt-alta veriblər orada. Bəli. Bəli. Hələ sən buna bax Tuncay, sən gör gələn şeylərə gələndə gör nələr görəsən bax. Ard-arda examlara bax. Bunların hamısı hər günə examdır. Mənim İraq. Bax Allah ay razı tarixlərinə olsun. bax. 5, 6-sı, 7-si, 8-i, 9-u. Hər günə bir dənə exam. Mənim Allah zəhələsin. Eləməsin. Onlar düzdür finala hazırlaşırlar, amma yenə də yəni indi sən də ora çatasan da. Mənim mənə də çox var, qalsın. Mən istəmirəm. Ay. Mənim indi error verdi. Nə error? Mənim nöqtə vergül erroru. Onda nöqtə vergül qoy. Deyil mənim. Bir şey yoxlayacağım, alınmasa. Atazın problemi. Alınacaq. Ya bismillah. Mənim proqramlar yenə mənə dirəklər elə görür. İndi nədir? Mənim en xəta. Nə xətası? Mənim error expected nöqtə vergül before deadline. Şurada nöqtə vergül qoydu deməli. Mənim qoymuşam deadline-dan sonra. Submit elə baxaq. Yəni bir dəqiqə. Elədin? Belə görəm bu tapşırıq homework ondan hələ var. Qutarana kimi. Bu nələ bir neçə günü var.
Sen narahat olma. Yaxşı kanalda burada işləmişdik. Yox səssizim olmazdı. Endline-dan əvvəl bunları niyə qoymamısan ki bəs? Bu iki dənəni. Mənim elə şey var idi, bir dəqiqə. Yox idi. Mənim yox idi axı. O nə vaxt çıxır? Əminsən olmadığını. Mənim %100 əminəm. O nə vaxt çıxır? Gəl gedək baxaq görək sənin ilk homework-dəki tapşırıqlarını. Hardadır bu Tuncay? Hanı bir dəqiqə endline-dan verilən sual. Bax görək Tuncay, gör belə bir şey var imiş mi? Yox imiş. Ay Tuncay, ay Tuncay. Mənim vaxtım. Ya proqramı verən Allah yamanə. Görək hamısımızı da almasın. Qəşəng. Mənim bitti. Keç en sualına. Mənim burada nə deyir? 3,114-ə vurma. Yox, MP-yə vurasın demişdim. Ampere. Hə. Mənim ampere nədir yaddan çıxdı. Yəni dediyi ki, kodda P-ni yazanda belə yazırıq. Mən Pierre yazmaq istəyirdim. Pierre axtardım ki, necə yazılır. Bax. M alt trepi yadıma düşdü. Hə, indi getdin yazma. Düsturlar bilirsən? Bəli. Tamam. Mənim burada təkcə məsələsi, amma bir cavab alınır, bir cavab yox. Yox, biri 2 Pierre-dir. O biri Pierre kvadratıdır. Hə. Birincisi 2 Pierre-dir. O biri Pierre kvadratı. Yəni birinci 2 Pierre-i verməlisən. Birinci 2 Pierre, sonra Pierre. Benim karışlayıb. Yəni birinci bir dairənin səthinin sahəsini versən, o birində isə sahəsi. Alınır. Nələrsə baş verir Tuncay deyir. Bəli.
Müəllim gəliyor. 0 bal. Müəllim çıldır. Bu nədir? Müəllim A vurulsun Pierre. Bu MP Pierre deyil ki, MP P'dir. Sən elə bil yazmışsan ki, Pierre. Dairənin sahəsi nədir? Dairənin sahəsinin dışları Hə. Pierre vurulsun radius. Oradakı Pierre vurulsun, o Pierre'də dediyin er nədir? Pierre kvadratında yəni. O P'dir. Pierre Bizdən Pierre kvadratdır. kvadratını istəyir. Sahəsi odur da Pierre kvadratdır. Sən burada A'ya vurmamısan elə bir dənə də. A'ya vurmamalıyıq onda. 2 dənə vurmalısan da, yəni A kvadratına vurmalısan MP-ni. Hə, A kvadratı vurulsun MP. Riyaziyyat müəllimlərinə deyəcəm sənə. Mənim riyaziyyat müəllimlərim olsa bilir mən nəyəm. Mənim alındı deyəsən. Alındı. Mənim fikirlər alsın alındı deyəsən. Yox, mənim alınmıyor. Cavab çünki burada onu verməyim. Mən bir dəqiqə atıram. Fixed'i yazmamsan axı. Fixed? Fixed diye bir şey var idi mənim. Yaddan çıxdı fixed. Siyahut prestijini eləyirsə həmişə fixed olmalıdır da. Amma hər ikisinin qabağına yazırsan da bilirsən də. Həm Bəli. Pierre kvadratın, həm Mənim inşallah bu dəfə olar. Mənim niyə bütün proqramlar mənə qarşıdı? yenə olmadı. Mənim yox, indi də error verdi. Yazmır. Mənim yenə alınmır. Fixed'i 2 Mən- dənə ilə yazdın, yəni belə yazmısan məsələn də Bəli. siyahut fixed x belə. Bunları da qoymusan, yəni. Fixed'ları bəli qoymuşam, mənəsini ayrı-ayrı. Submit elə yenə baxaq. Mənim bir dəqiqə atıram. Mənim başlığın 3 ədədi, ilk 3 ədədini düz qoyur, ardındakı 2 ədədi səhv qoyur. Hər ikisini. 2 ədəd çıxır. Aralarında boşluq qoymadın axı. Mənim boşluq qoymuşdum, fixed qoydum indi. Heç A-nı A-ya da vurmamısan, yəni Pierre yazmısan yenə axırda. Pierre kvadrat Mənim yazmamısan. A-nı vurmuşam axı. Harda vurmusan? A vurmuşdum axı. Ayda mənim çaşa dala qaytarmışam. Mənim Eyb yox, eyb yox. Mənim düz safran alındıra bilmirəm. Alınacaq, səbirli ol. Səbirsizlik eləməyəcəm. Mənim düzdür. Mənim düzdür. Mənim dünya sonu gəlir. İndi keç 10-u yaz. O. Mənim burada nə edirəm? Heç nə, o ifadənin cavabını hesablayırsan.
Y bərabərdir yazıram, yoxsa? Yəni daha özündən bir dəyişən götür, o dəyişənin cavabına bərabərlə o ifadəni. Amma double-la götür x-i yadından saxla. Y-i də double-la götür. 3 işarə dəqiqinlə yuvarlaşdırmağı da unutma. Oldu böyle. Ben Y bərabər nə yazmalıyım bu ifadəni? Bax, dediyim kimi, sən birbaşa bu ifadə... yəni, get bir dənə double y götür. Bunu bərabərlə, bax, bu ifadəni get hesabla da x vurulsun, x, nə bilim. Mənim onda belə yazdım da W bərabərdir, x vursun, x sonradakı siyahı Y qoyun. Amma o x tam ifadəni yaz da, yəni, təkcə bunu yazma. Mənim bu kəsirləri necə yazıram? 7-də 5x vurursun. 5x. Bax, bu nə deməkdir əslində? 5x-in kvadratının 7-yə bölünməsi deməkdir, düzdür? Bəli. Sonra da get yaz ki, 5x kvadratı bölünsün 7. Alınır. Müəllim, nədir problem məndədir bilmirəm valla. Nə oldu? Nə deyir? Müəllim 2 dənə ayrı ədəd verdi mənə. Atı submit elə bax. Bir dənə ədəd yerine 2 dənə ayrı ədəd verdi. Homework-un bunların ümumi təkrarda təzə heç nə yoxdur. Yox. Müəllim, bayaq orada error vermədin də burada error verir. Niyə 2 dənə ədəd daxil edirsən proqrama? Müəllim, x nə qripdə? Y niyə daxil edirsən? Y sən hesablayırsan.
Sən orada get gör sualda neçə ədəd verilib inputda. 2x ilə y. Ədəd olaraq bir dənə. Üstədən də bir dənə ədəd sinirləməlisən də. Müəllim onda Qarışdırma onu. Bax, burada nə yazıb? Deyir ki, sənə bir dənə x verirəm, bir dənə x verirəm. Sən niyə gedib 2 dənə ədəd daxil edirsən? mənim orada axı bizə y də verir. Y deyir ki, yəni y-in qiyməti bu x-in düsturuna bərabərdir. Yəni belə bir ifadəyə bərabərdir. Sən y hesabla onu Mənim çıxışa onda ver. Yəni sən y-i daxil eləməyinə ehtiyac yoxdur. Bax, sən gör burada y-dən istifadə eləmirsən bu ifadədə. Yox. Bunu eləməsən də sən yenə gedib double y yarada bilirsən də zaten. Yəni sən niyə gedib bir də sin eləyirsən? Sən deyirsən ki, elə mənim y-im var da, ən əvvəlcədən var. O da səhv verir axı və fixedin hanı sənin? Və bu 5x kvadratı deyil axı. Bu 25x kvadratıdır. Mənim 25x olmur 5-i 5-ə vuranda. 5x kvadratı 25x kvadrat deməkdir. 5x kvadratı nə 25. deməkdir? Bax. 5x kvadratı 25x. 5x'in kvadratı demir. 5 vurulsun x kvadratı. Bax. Ayrı-ayrıdır bu. 5 vurulsun onda x. Bax bu demişsin. Bax bu değil. Bax qarışdırma. Bax. 5x'in kvadratı değil. 5 vurulsun x'in kvadratı. Sən yazdığın bax budur. Sən bunu yazmalısan. Ben heç yazmamış. Ben heç yazmamış enter'a bastım çaşıb. Mənə yenə bayaq verdiyi cavabı verdi. Seni qırıqı sildin. Bəli, müəllim silmişəm. Y yoxdur. Yenə eyni cavabı verir. Yenə sabit elə. Müəllim, nə istəyir proqramlar məndən? Özü yaza bilməz, oradakı cavab budur. Müəllim, o biri proqram başqa cavab verir, buradakı düzdür. Nə verir oradakı proqram? Müəllim, bayaq yazdıq. Oğlum, proqramlar mənim buradakı Allah'ım. Qəşəf, keç o birinə. Müəllim, mənə bir yuxarıdan əmr veriblər. Keç P-yə. Müəllim, 2 üstü 10'dur bu. Aha. Onda yazırım ki, POV 2,10. Hər dəfəsində 2 ilə 10 olmuyorsa axı buranı oxu. Aynen. POV A-N. Mənim davamla yazmama ehtiyac var yoxsa? Səncə? Yox, mənim. Hardan bildin? Çünki orada bizə tam adad verir. Ay. Biz da özün bilirsən də. Mənim əminliyə yaransın deyə deyirəm. El eləmə də, özünə güvən. Ağlına nə gəlirsə yaz onu. Sonra problem yaşayacaq. Özümə çox güvənmişəm. Çox güvənəndə heç xeyir işlərə düşməmişəm. SSK-lərdə zaten sürət edib zirvət. Burada biraz özgüvən lazımdır. Özgüvən olması heç bir sualı əldə edəməyəsən. Hansı suala ki başladın ki bu sual çətində, o sualı heç vaxt yazanmayasan, yadında saxla. Müəllim, mərtəzənin içinə POV da daxildir, yoxsa? Yox, POV mərtəzənin çölündə qalır.
Povu yazıb zaten möhtəriz açırsan da. Müəllim 12.57, 12.57 verin də. İlişim qalıb o kəsirlərə. Double-la yazmamısan ki. Xeyr. Bir də A-nı da N-i də təzədən daxil verin. eləmsən. Nə müəllim? A-nı da N-i də daxil eləmsən. Yəni, təzədən bir dənə yazın. Müəllim 12.57 verin. Burada heç nə yoxdur adı kəsir ayı. Sən necə run eləyirsən? Müəllim yuxarıda rana basıram, ran edirəm, sonra da aşağıda yazıram. Buna basmamısan? Buradakı Nəyə tekst. müəllim baxın? Bilmirəm müəllim, bir dəqiqə baxın. Stop. Müəllim, xeyr, interaktiv konsoldadır. Kodunu kopyala, səhifəyə bir dənə refresh ver. Bir dəqiqə. Copy. Müəllim, reflekslədik. İndi təzədən yapışdır, təzədən run elə. Müəllim, indi bir deyirəm, bir dəqiqə. Düzü seçin. Düzü deyil. Alındı. Bəli, müəllim, indi alındı. Proqramlar mən ediləşdirəm, müəllim. Mən sizə deyirəm də. Başqa proqramlar olsun. Sonra gedib B sualını yazarsan. Sonra da B, C, D. Bunları arda-arda yaz. Homework 9-u bugün burada bitirəsən. Müəllim, B, C, D. Müəllim, bir dəqiqə. Necə yazırdıq bunu? Bax, bu nə deməkdir? Bax, nə demək istəyir orada sənə? Deyir ki, Müəllim, if-lə deyir ki, if-lə yazın. Əgər x 10-dan böyükdür və ya ona bərabərdirsə, x 3 plus 5x yazın. Müəllim, mən bilirəm niyə səhv çıxıb. Orada y bərabərdir yazmışam ona görə. 100%. Y-də orada yazmışam ona görə. Bax, indi neçə ədəd daxil eləyəsən proqrama? 1. Vəsə, həsə. Ücə gördüm, birini yazandan sonra mobillər asan da oldu. O qoy run olsun, eyb yox, ona baxma. Sən get yaz B sualı. Mənim double ehtiyac yoxdur da. Səncə? Yoxdur. Nə dedim? Dedim özünə güvən. Bilirsən.
alınır. Qəş. Marvel yetişir effekti. Marvel bunların hepsini eləyir. Annem indi gəldi C-yə. C biraz daha zorlayıcıdır. Gözlə, şey düz olmadı axı. B heç düz olmuyor belə. Mənim niyə? Mənim 50 bal niyə verdi bu? Mənim niyə verdi bu 50 bal? Gözlə görək. Bilirsən neynəm? Get. Birinci bir dənə dəyişən götür. Bax, bura bax. Burada siyahıta verməmişdən qabaq bir dənə məsələn y dəyişəni götür. Y dəyişənin bərabər elə bu ifadəyə sonra çıxışa ver. Səbəbi odur ki, niyə səhv veribdir? Niyə səhv verib onu deyim. Orada x maksimum 10^4 ola bilər. Bax, burada yazıbdır, düzdür? Sənin kodunda, bax, əgər birbaşa çıxışa verirsənsə, 10^4-ün kubu nə eləyir? 10.000. Yox, 10^4-ün kubu. Ha. Yəni uçur. 1 milyon zot. 10^12. 10^12 inti aşır, hə, düzdür? Int buna yerləşmir. Long yerləşir, okey. Amma sən burada gedib birbaşa siyahıta verəndə, o bunu int olaraq qəbul edir hələ ki. Sən ona dəyişənə bərabərləməlisən ki, o hesablaya bilsin o ifadəni. Yəni elə bu ifadəni y bərabərdir qoy, sonra ged elə siyahıta y ver. Mənim hər hesabım y bərabərdir. Əslində aşağıdakına ehtiyac yoxdur. Yuxarıdakına əsas qoysan okeydir, amma aşağıdakına da qoy hər ehtimala. Aydın oldu, səhv nə idi? Yəni əgər gördün ki, inti aşan bir ehtimal varsa, gedib heç vaxt birbaşa çıxışa vermə cavabı. Ged birinci bir dənə long dəyişəninə bərabərlə, sonra ged onu çıxışa ver. Sən onu yaz, mən su götürüm gəldim. Mən Y-də qoydum, xəta verdi. Alındı. Ne çətin oldu Y-ə bərabərləmə.
Səsim Mən bağlıymış, mən də danışırmışam. Mən Y-lərlə verdim, error verir. Necə verim sən Y-nə? At baxım. Mən atdım. Y bərabərdir siyahut da belə verənmərsən axı. Bax sən yenə sini gedib sin eləmisən Y-ə. Əgər bir dəyişən götürürsənsə, onu sin eləməsən də olar, yəni. Sən sin niyə eləyirsən ki? Sənin proqram bir dənə ədəd verir. Bu dəqiq olan bir şeydir. Sən gedib sin Y eləsən, işlər qarışır axı. Y-ə eləmə. Bax. Əgər təzə bir dəyişəndən istifadə etmək istəyirsənsə, Tuncay, sən onu sin eləməsən də olar. Yəni bu böyük bir problem deyil. Böyük bir problem deyil deyəndə, yəni eləmək heç olmaz da, yəni elə bir şey. Bax, bunu belə də eləmək olmaz. Sən gedib bir dənə burada məsələn TTY götürməlisən. Bu ifadəyə bərabərləməlisən. Mənim elə elədim, alınmadı ona görə. Bax, Y-i verməlisən. Gözlə indi baxarıq görə niyə alınmıyor. Bax, yenə bu ifadəni götürürsən. Bunu təzədən silirsən burasını. Şu. İndi run eləyə görə nə alınmır? Şu. Alındı da. Dediyim kimi, sən o sinlərə diqqət elə. Yəni, əlavə dəyişənlər sin eləyirsən, o sonra problem yaşayacaq sənə. Hani bütün her şey birbirine karıştı. Ne oldu şimdi? Hani CD'miz aslında katla gitti. Geç birbaşa C sualın yaz. Ben beraber çıkıyorum sağ ol. C sualında üzrə birbaşa siyahıta ilə həmin ifadəni versən də olar. Çünki kiçikdir X. Ne hani? C sualında elə birbaşa bayaqki kimi siyahıta versən də olar elə ifadəni. Problem olmayacaq orada. Benim çok problemli diye. Problemli baxma. Benim yoxa sağ yoxa program çok problemlidir. Bilmirəm, təkcə mənə qarşıdır yoxsa
Mənim Y-ə ehtiyac yoxdur da. Yox. Əsas bütün işimiz aydın. Bu 2 dənə dəyişən olmalıdır. Saçdır adamı. Saçmada. Çalış saçdırmayasın. Mənim riyaziyyat olsa bəlkə saçmaram. İnformatika başqa məsələdir. Bazardan ancaq çıxırdım, yalandan danışırdım, peşman alırdım. Mənim həm çox maraqlıdır, həm də çox problemlidir informatikada. Problemli hissələr bitəcək də, hələ təzədir. Ondan sonra ancaq maraqlı hissəsi qalacaq. Mənim ES 2 dənə verim, yoxsa bir dənə ESF, sonra ES verim. Bir dənə LCF, sonra MELS ver. Mənim proqram hər dəqiqə bir bəhanə tapır. Nədir? Yenə də 2 deşet. Seçdə. Mənim də problem verir. Nədir? İndi nədir? Mənim else error expected unclaimed ID before else before return before token. Submit elə baxaq. Mən bəxtimdən deyə bunlar da. Tapşırıqların çoxu gedib amma deyəsən. Bəli. Niyə belə olur bilmirəm. Bunu açmamsan axı heç LCF-in kim? Bax, bağlamsan amma açmamsan. Bax, görsən nədir? Bax, bunun üstünə bas. Gör nəyə görsədir. Int main'i bağlamısan sən şu. Elə bil int main'in çölündə yazmısan əslində bu hissəni. Mən necə edeyim ki, int main daxilində olsun? Yəni bu LCF-də bir dənə burasına qoydu o qabarcıqlı mötərizəni. Qoymamısan axı heç. Bax, bunları qoymusan görsən. Bunu qoymamısan.
Bəli, başım ağrıyır. Mənim düzdür. Yox. Hiss eləmişdim mən. 90 bal niyə versəni? 90 bal verir. O balım gəlsin aradan qırdı. Elə ona baxıram. Mənim görürsünüz. Dəqiqə hardan qırdı? Mənim özümdən qırdı. Düzü oxşuyur kodum. Bir saniyə. Məndən qırılmır, sizlərdən zəhləm gedir. Mənim oradan qırıb deyirsiniz. Təxmin edirəm sadəcə, yoxlayıram ki, üsulda. Mənim sizə də 90 bal verir. Mənə 90 bal ver. Mənim yazdığım. Mənə 100 bal verdi. Okey, bir saniyə. Bunun... Proqram mənə düzəşdir. Çalış, kiçik qüvvətləri, yəni kvadratdır, kubdur, əlinlə vurmalı yaza biləcəyin şeyləri get əlindən yaz. Yəni, məsələn də x-in kvadratını belə də yaza bilirsən, povla da yaza bilirsən, düzdür? Bəli. Çalış, belə yaz. Çox vaxt elə yazanda səhv götürür deyə önə yazmıram, pov yazanda da səhv götürür. Mən bəs necə yazıram? Bu imtahanda az, yəni belə şey problem olar. Yəni əslində düz kimi qəbul edirlər Povul versiyasına. Yəni imtahanda belə səhvlər, belə şeylər olmur. Bu indi bu saytda bəzən belə problemlər olur, amma yəni o narahat olma. Amma dediyim kimi də əgər kiçik qüvvətlərdirsə, məsələn, burada görsən x kubu var. Get x vur x vur x yaz. Sonra 10/9-u götürərsən evə. Olmaz. Və burada qalan suallar həqiqətən çətin deyil, asandır. Sadəcə diqqətlə Müəllim, bilmirəm, mən necə yazım, müəllim başa düşməmişəm. bax, məsələn, i sualı. Deyir ki, sənə x ədədi verirəm və a-la b ədədi verirəm. Deyir ki, əgər bu x ədədi a-la b-nin arasında yerləşirsə, onda in sözün ver çıxışa. Əgər yox, yerləşmirsə, onda alt sözün ver çıxışa. Bax, x ədədinin AB aralığında olduğunu necə yoxlaya bilərik? If Aha, a belə belə. x yəni aralıqda olmalı. Bəli. Aha. O bir tərəfdəki b. Amma n-lə də düzdür, çünki biz Bəli. birbaşa yazamırıq. X b-dən kiçik olarsa. Bax, burada gedib siyahıta in sözünü verəsən çıxışa. Əks halda isə gedib alt sözünü çıxışa verəsən. Vəsə, görsən həllini özün dedin. Siyat. Bax, həllini özün dedin, sonra H sualı. Deyir sənə 4 dənə ədəd verilir. Bax, oxu buranı. Bax, 4 dənə ədəd verilir. A, B, C, D. Deyir ki, əgər bu kvadraddırsa, get sahəsini çıxışa ver. Əgər deyilsə, siyahıta no ver. Bir 4 tərəflini necə yoxlaya bilərik ki, kvadratdır yoxsa yox? Kvadrat nəyə deyirik? If a vurulsun a bərabərdir. Baba. Kvadratla düzbucaqlığın fərqi nədir məsələn? Yəni düzbucaqlar eyni uzunluğu fərqi olur, kvadrat isə həmişə eyni olur. Bütün tərəflər bərabər olur, düzdür? Bəli. İndi sən gedib onu yoxlamalısan ki, əgər bu 4 tərəfin 4-ü də bir-birinə bərabərdirsə, mən onda gedib bunun kvadratını verməliyəm çıxışa.
Əgər deyilsə siyahıda no verməliyəm. Bax, burada 7, 7, 7, 7. A, B, C, D-nin 4-də bir-birinə bərabərdir. Ona görə gedirsən 7-ni elə bil 7-yə vurub çıxışa verirsən. Sadəcə yoxlayırsan ki, A, B-yə bərabərdirsə, and B, C-yə bərabərdirsə. A bərabər B, B bərabər elə. Mənim ardıcıl yazırıq da onda. A bərabər B, bərabər C, bərabər D. Aralarında and qoyursan amma. And-i unutma. Heç vaxt belə bir şey yazanmarsan ardıcıl. Və yaxud da belə bir şey yazanmarsan. Mütləq bax, bu kəsişmənin arasına bir and qoy. Yəni, bax, məsələn, A bərabərdirsə B-yə, and. B bərabərdirsə C-yə. Aydındır, bax, belə get. Yəni, bir dənə şey yazdı, elə bil. O and zaten elə bil düşün ki, bu birləşimi göstərir də bu and. Tamam? G sualı. Sənə deyir ki, A, B, C verirəm. Deyir, əgər buradan hər hansısa bir iki ədədin cəmi o bir ədədə bərabərdirsə, siyahıda yes ver. Deyilsə no ver. Nə demək istəyir? Yəni, məsələn, sənə A, B, C verir də, düzdür? Ehtimallar nədir? A, B, C verir. Deyir ki, A plus B C-yə bərabər olarsa və yaxud da B plus C A-ya bərabər olarsa və yaxud da A plus C B-yə bərabər olarsa, sən ged onda siyahıda yes ver. Elə bil 2 dənə ədədin cəmi əgər o bir ədədə bərabərdirsə, yes verməlisən. Əks halda isə no verməlisən. Sən sadəcə gedib bax bunları neyniyəsən? Yoxlayasın. Nə ilə yoxlayasın? Aralarında bir or olacaq. Şu. Bu halların cavabı yesdir. Qalanların isə nodur. F sualı. F sualı da eynisidir. Bayaq baxdığımıza oxşuyur. Elə X A ilə B-nin arasına yerləşirsə yes verir. Bunlarda baxdıq. Aydın oldu o boş qalan suallar. Təxminən ideyalarını tutdun. Bəli. Okey. Onda bir saniyə. Gedək sənə homework onu da qoyaq. Müəllim luftdadır. Deyəsən lufta çətin bir şeydir. Loop. Bəli. O deyəsən gələn dərsməyə gələcək. Yox, hələ exam falan var. Ay şükür. Mənim examlardan sonra gələcək onda. Aha. Mənim exam olmasında. Mənim 7-ci gün saat neçədə? 15-ci gün deyəcəm. Oldu. Examlar bu tərzdə olur. Təxmin tərzi deyim, yəni. Səhər saat 8-dən axşam saat 12-yə qədər açıq olur yarış. Sən istədiyin vaxt başlayassan, məsələn deyirsən ki, mən 2-də başlamaq istəyirəm imtahana. 2-də başlayasan, sadəcə özünə timer qoyassan qıraqdan, vaxt qoyassan. 2 saatı başlayassan, 2 saat bitən kimi vüsyoda yazmayassan o imtahanı. Mənim çox düşür. Necə? 6-7-dən sonra olacaq. Mənim 6-7-dən sual 2 saatsa deməli. Sadəcə ilk examen deyə 2 saat olacaq. Yoxsa yəni əslində 1 saata yazılacaq suallardır. Müəllim, o da çoxdur. Saat çətin 6-7-dən. Çətinliyə görə yoxdur. Sadəcə AZS kapda da yəni 5 suala 3 saat vaxt verirlər. Mənim 5 sual olur ki, AZS kapda. Bəli. Oyda, mənim onda görün nə çətinlikdir. Bu suallarda elə bir bax, belə suallarda A, B, C, D, E. Müəllim, AZS kapı mən getmirəm. AZS kapı. Mənim AZS kapı kimdir? Narahat olma. Mənim ERF-imdə birinci turu keçə bilməyən uşağım mən. Hansı fənlə? Riyaziyyat. Baş ver, riyaziyyat. Mənim bu il informatikadan girəcək. Riyaziyyatdan girəcək. 7-də RFM yoxdur ki. Necə? 7-də informatikanın RFM yoxdur. Mənim Rüfada informatikadan girsəm, onda gərək kitab oxuyun, bu da var. Ən yaxşıları riyaziyyatdan verməkdir, ya tutar, ya tutar. RFO-da kitabda ehtiyac yoxdur ki, RFO da bu tərzidir də. Həqqı mənim. Hə, mən RFO medalçısı olmuşam yəni. Mənim bu tərzdədir.
Mən necə kitabdan düşür onda? Yox. LFM 6-cı sinifdə bir dənə kitabdan düşür vəsə. Müəllim mən gedirəm Ərəfaya qızıl medal versinlər. LFO 8-ci sinifdədir də amma 7-də LFM olmadığı üçün 7-yə Azərserkap çıxardıblar. Mən informatika 7-də yoxdur. LFO 7-ci sinifi qəbul eləmir. LFO 8-dən başlayır. Mənim necə bizdə 7-ci sinif medalçılar var idi axı Rıfoda. LFO Bəli, dəqiq bəli. olamaz. Mənə necə mən bundan bir həftə zad əvvəl gəzmə yaparmışlar, medal aldılar deyə. Ay, 7-ci sinif birisi var idi. Bilmirəm o dəyanətdə oxuyurdu ya yox. Onu imtahandan kənar salmışdılar final turuna. Çünki o beynəlxalq olimpiada turuna aparmaq istəyirdilər onu. Yəni amma rəsmi olaraq medal almayıbdı. 7-ci sinifdə ancaq alıbsa da Azərserkap alıb, o da Mən məncə beynəlxalq zəiflər qrupuna alsalar. Yox, yəni həqiqətən 8-ci sinifdə LF olur. Ona görə 7-də LFM-də olmadığı üçün informatika üzrə ona görə Azərserkap var. Amma Azərserkapla LFO eyni tərzdə olur. Mənə çatmadı yəni. Bax, Çünki 7-də LFO verənlər var idi bizdə bu il. Servis yoldaşlarımız oldu. Ona görə mənə çatmadı biraz. soruşarsan dəqiq onlardan. Yaxşı. Yəni qatılıblarsa da rəsmi deyil onların qatılımı. Yəni böyük ehtimalla müəllimlər falan qatıbdı onları, əgər güclüdürlərsə. Amma belə yəni rəsmi olaraq onlara medal deyil. onda yalandır yəni. 8-ci sinifdən başlayır elə. Müəllim neysə. Soruşarsan da, soruşarsan. Yəni ya baxa, bax gözlə. Ya mən orada 3-4 dəfə qatılmışam ya, ona görə bilirəm ki 8-ci sinifdə. Siz qatılarsınız da. Bax. Mən necə bəs? Onda RFM 7-də var. Var, amma informatika yoxdur RFM 7-ci. Mən deyirəm bəs riyaziyyatdan girsəm yeri. Azərserkapa girəsən də. Mənim RFM-ə məcbur girməliyəm, hansı fənni seçimlər. Hə, RFM-ə yenə riyaziyyat seçərsən. Mənim bizim məktəbdə girməyə yox deyə məcbur girirəm. Bilirəm. Elə olur onsuz da. Məcbur girməyəndə zəif oxuyanlar məcbur girmir. Belə normal oxuyanlar məcbur edilir. Narahat olma, yaxşı olacaq. Azərserkap zaten elə LFO tiplidir, ona görə 7-ci sinifdə uşaqlar Azərserkapa gedir ki. Bu bizi niyə qəbul eləmir? Nə bilim valla. Okey. Homework ondan A-dan H-a qədər olacaq tapşırığın. Hamısı yox. H-a qədər və homework 9-un hamısı. Amma vaxtın varsa bu bilənə də bax, yaxşı? Oldu mənim. Tamam, A-dan H-a qədər homework 9. Başqa da ümumi belə ümumi yarışlara baxarsan təkrarlamaq kimi. Yadına salarsan bəzi şeyləri. Ümumi yarışlar. Yəni də gedə bəlkə yarışlara, suallara falan bax. Yəni yadına sal da mövzuları. Yaxşı? Nə sualın olsa da yazarsın. Oldu mənim, sağ ol. Tamam, sağ ol.